Salam dostlar. Bugünkü dərsimiz artıq JavaScript-in gücündən istifadə edərək bunu web tərəfdə tətbiq eləmək üçün bizə lazım olan mövzuları öyrənməkdir. Deməli, biz daha öncəki dərsimizdə danışdıq ki, JavaScript DOM-un əsas mahiyyəti nədən ibarətdir? Bizim HTML və ya web tərəfinin, HTML UI tərəfi deyəcəm mən bundan sonra, adını UI deyə ifadə edəcəm. Yəni, bizim web səhifəmizin görünən hissəsini həll eləmək, görünən hissəsini daha dinamik eləmək, daha optimal eləmək, daha funksiyonal eləməkdir. JavaScript-in əsas mahiyyəti bundan ibarətdir. Yəni, JavaScript DOM-un əsas mahiyyəti bundan ibarətdir və onun üçün keçən dərsdə belə bir başlanğıc eləmişdik və indi mən bundan sonra UI tərəfdə HTML, CSS-lə işləyəndə daha sürətli işləyə bilim deyə CSS framework-dən istifadə edəcəm, Bootstrap framework-dən istifadə edəcəm. Və Bootstrap framework-dən istifadə eləmək üçün də, yəni çox vaxt getməməsi üçün bunun bəsit istifadə qaydaları var. İndi HTML, CSS bilirsiniz və burada bizə lazımdır ki, biz bundan götürüb istifadə edək. Və Bootstrap-ı istifadə eləmək üçün də Bootstrap özü iki variantda istifadə edə bilərsiniz. Ya download edə bilərsiniz Bootstrap-ı, download edərək istifadə edə bilərsiniz. Fayllarını buradan edə bilərsiniz, download tərəfinə və ya GitHub-dan götürə bilərsiniz. Buradan məsələn aşağıdan download edə bilərsiniz. Amma mən download eləmədən istifadə edəcəm və CDA ilə istifadə edəcəm, linklər vasitəsilə bunu götürəcəm. Bu bizim üçün hazır bir template qurur. Yəni, gördüyünüz kimi Bootstrap-ın CSS faylı burada qoşulur və Bootstrap-ın JavaScript faylı burada qoşulur. Biz indi bu Bootstrap-la işləyərkən öz şeylərimizi, yazacağımız kodları burada tətbiq edəcəyik. Yəni, Bootstrap haqqında xırda bir araşdırma eləsəz, hətta bir crash course-a baxsaz, rahatlıqla başa düşə biləcəyiniz bir framework-dur. Mən indi burada app.js yaratmışam özüm üçün və style CSS yaratmışam. Bunları da implement edirəm, tətbiq edirəm öz layihəmə. Bununla tətbiq edərkən gəlirəm CSS, style CSS və JavaScript faylımı da gətirib harada qoşuram? Burada qoşacağım. Gələcəm bura, CRC, app.js deyə mən bunu bu şəkildə qoşub yerləşdirəcəm və bundan istifadə edəcəm. Bunun indi ilk layihə yazan və ya ilk proyekt yazanda bəzi yoxlamalar eləmək lazımdır. Məsələn, Bootstrap düzgün işləyirmi? Bootstrap'ın düzgün işləyib işləmədiyini yoxlamaq üçün sadəcə bəsit bir klassla yoxlaya bilərsiniz ki, məsələn, BG Dark deyə. Bu, məsələn, hazır klasslarındandır. Bootstrap'ın, baxaq görək, işləyirmi? Bir açılsın. Məsələn, gördüyünüz kimi BG Dark deyə background-da bir şey verdi. BG Dark, Text Light deyə səhv eləməmsə belə bir klassları var bunun və biz bundan istifadə edə bilərik. Və bunların indi özünüz belə Bootstrap cheat sheet deyə yazsaz, Bootstrap'ın klasslarının Bootstrap 5.0 işlədirik biz hal-hazırda. Bunların cheat sheetləri burada mövcuddur. Yəni, hansı klasslardan istifadə edə bilərsiniz, necə istifadə edə bilərsiniz. Hazır klasslardır, bunlardan götürüb istifadə edə bilərsiniz. Belə deyək, buradan baxaq. Buradan gördüyünüz kimi klassların adları var. Gördüyünüz kimi bunun linkində yerləşdirərəm. Və bu klassların nə işə yaradığını da siz buradan görə bilərsiniz. Hətta nümunəsi ilə bir yerdə burada verilir ki, bu klasslardan necə istifadə edə bilərsiniz. Bootstrap niyə istifadə edirəm? Çünki CSS yazmaqla çox vaxtım getməsin. Layihə üzərində işləyərkən və ya əsas fokusumuz JavaScript üzərində olsun deyə Bootstrap'dan istifadə edirəm. İkinci, mənim burada JavaScript faylım düzgün qoşulduğunu çek eləmək üçün də konsoldan yoxlayıram ki, mənim JavaScript faylım işləyirmi? Bunu gəlib buradan açıram və
burada hello world'u gördükdən sonra artıq JavaScript faylının işlədiyindən əmin olun. Bunlar önəmlidir. Yəni ilk başlayanda, hər hansı bir layihə yazmağa başlayanda sisteminizin düzgün işlədiyindən əmin olun ki, sonra kod yaza biləsiniz. İndi bir JavaScript ilə UI birləşdirmək üçün 3 əsas şey var, necə deyirlər, yol xəritəsi var. Yəni ki, JavaScript-in necə öyrənməliyəm ki, mən nəyini öyrənim ki, rahatlıqla bunu tətbiq edə bilim. JavaScript DOM-un xüsusiyyətini, obyektlərini və s. və s. Bunu eləmək üçün də birinci biz nədən başlayacağıq? Gəlin burada readme açım bir dənə. Readme və burada mən başlayacağım. Birinci JavaScript DOM-un ümumi öyrəniləcək mövzularını qeyd edəcəm. DOM topics deyək. Deməli, birinci, biz dediyimiz kimi DOM bizim üçün nə vəzifələri var? Birincisi, HTML-də gördüyümüz hər şeyi mən JavaScript ilə manipulyasiya edə bilərəm, dəyişdirə bilərəm. Ondan sonra onlar üzərində işləyə bilərəm. Məsələn, biz keçən dərsdə nədən danışdıq? Mən istənilən elementi necə tapa bilərəm? Bunun üçün də biz belə bir şey edəcəyik. Necə deyərlər, yanaşma edəcəyik. Deyəcəyik ki, birinci mən JavaScript DOM-da nəyə öyrənməliyəm? Elementlərin tapılması. Yəni, mən JavaScript vasitəsilə HTML daxilində istənilən elementi necə tapa bilərəm? Yəni, keçən dəfəki dərsimizdəki olan mövzular əslində bunları əhatə edir. Yəni, get element by ID, get element by class name, nə bilim, query selector və s. kimi şeylər var, mövzular var. Ondan sonra ikinci elementlərin yaradılması və silinməsi. Bugün əsas bunun üzərində silinməsi. Bunu şey edəcək. Yəni, mən HTML-də kod yazmadan JavaScript ilə necə HTML elementi yarada bilərəm. Bunun üzərində və ya necə onu tətbiq edə bilərəm. Onu öyrənəcək. Bugün əsas. Ondan sonra DOM eventlərlə işləmək. DOM eventlər. Və ümumən eventlər mövzusu JavaScript-də necə deyərək, tək DOM tərəfdə yox, ümumən event mövzusu JavaScript-in əsas xüsusiyyətlərindən biridir. Yəni, bir hadisənin baş verməsini biz necə analiz edəcəyik, onlara baxacaq. Bunu da iki hissəyə ayıracaq. HTML events, ondan sonra JavaScript events deyə ayıracaq. Və bunları biz mövzuları bu şəkildə ayırdıqdan sonra, məsələn, bugünkü əsas işimiz, deyək ki, mən JavaScript-də bir elementi necə yarada bilərəm və bunu HTML ilə yox, JavaScript ilə eləmək mənim üçün nə əhəmiyyət daşıyır. Bunu bir nümunə üzərində tətbiq edəcəyik. Qabağımıza qoyduğumuz nümunə də nə olacaq? Biz bugün nə yazmaq istəyirik? İstəyirik ki, bizim bir dənə şeyimiz var, məlumat qaynağımız var. Məsələn, deyək ki, let students deyə. Bunun üzərində işləyəcək. Let students. Və mən burada tələbələr haqqında məlumatları burada qeyd edəcəm. Deyəcəm ki, bu mənim data qaynağımdır. Və burada tələbələr haqqında məlumatları bura qeyd edəcəm bu şəkildə. Deyəcəm ki, name, age və s. və s. Deyək ki, bunu da yazdıq belə. Bunu da yazdıq belə. Name olsun, age olsun. Ondan sonra city olsun. Bir dənə də nə olsun? Məsələn, language. Belə bir data qaynağımız olsun. Bu bir mənim üçün tələbənin haqqında xırda məlumatdır. Və ikinci tələbə verirəm. Bu şəkildə deyirəm ki, bu məsələn olsun name Rohan, nə bilim age 21, city Mumbai, language JavaScript və gəldim bunu bağladım. Dəzlərdən açıram. Bunun üçün də bir dənə name adları hələ ki 3 dənə ilə istifadə edəcəm. Bunu da
bağlayacağım bu şəkildə. Hal-hazırda 3 dənə tələbəm var. 3 dənə studentim var və bunun məlumatları var. Mən bu məlumatlarını HTML-də hər hansı bir şey yazmadan, onları siyahı şəklində göstərmək istəyirəm. Yəni, bir elementləri necəsə göstərmək istəyirəm və ondan ekranda avtomatik olaraq generate olunmasını istəyirəm. Yəni, əgər madəm JavaScript bizdə funksionallıq tərəfdə bizə kömək edirsə, hər hansı bir məlumatın dinamik şəkildə əllə yazmaq yerinə, biz normalda bunu necə edirik? Belə, deyək ki, mən gəlirəm bura, belə bir məlumat yazacağam. Deyək ki, mən Bootstrap'dan istifadə edədiyimə görə gələcəm Bootstrap card deyək. Bootstrap card. Bu hazır klasslardır. Bunu götürüb istifadə edə bilərəm. Gəlirəm mən bunu eləmək üçün, belə eləyəcəm burada. Deyəcəm ki, Bootstrap'ın hazır klasslarına, əgər bu klassları unutmuşsunuzsa və ya istifadə eləməmişsiniz, zəhmət olmasa mütləq şəkildə bunların Bootstrap'da nə mənaya gəldiyini də özünüzdə analiz edin. Gəlirəm bura deyirəm ki, row və bunun içərisində olacaq call4, 3 dənə element və bunun içərisində bunu yerləşdirəcəm bu şəkildə 4 dənə card olacaq. Və bunun içərisində məsələn gələcəm, bir dənə də şəkli olsun məsələn bunun, bir dənə də deyək ki image olsun buna. Bunu da hər hansı bir şeydən, necə deyərlər, bu random bir dənə şey götürmək üçün, şəkil götürmək üçün səhv eləmirəmsə, bu saytdan random şəkillər götürmək mümkündür. Bildiyim qədərilə. Random user deyə, random user bir açılsın. Random user me. Random user photos. Burada məsələn mən belə şəkillər götürürəm istifadə eləmək üçün. Bunları götürək. Bir dəqiqə. Open link. Belə bir şəkli götürə bilərik hazır şəkillərdən. Bunun yerinə götürüb bunu qoyuram. Bu şəkildə buna deyəcəm image. Bunun içərisinə də deyək ki, qoyaq 36 şəkli olsun. Çox vaxtımız itməsin deyə. Bunu 36. Burada yerləşdirəcəyik. Bir dənə də şəkil yerləşdirəcəyik. Hazır ki, bundan istifadə edəyik. Bu triki şeyləri özünüzdə araşdırmanız lazımdır ki, rahat istifadə edə biləsiniz. Mən indi istəyirəm ki, bunun içərisində məlumatlar görünsün. Məsələn, burada şəkil görünsün. Mən məsələn, bura yerləşdirəcəm deyək ki, bunu 35'i. Ondan sonra bura card title yazacağım bu şeyin adını. Məsələn, Raj. Misal üçün, Raj. Ondan sonra burada gələcəm P class'da deyəcəm ki, məsələn, bunun age'i olsun. Hətta burada belə bir şey də qoyacağım. Deyəcəm ki, go somewhere yox. Bunun altında məlumatlar yazacağım. Deyəcəm ki, span və ya span, buna label deyək, class, label default səhv eləmirəmsə, buradan Bootstrap'dan baxaq labelsa, Bootstrap labels deyək, belə bir badges and labels deyək, bir dənə baxaq, belə bir label'lar istifadə eləmək istəyirəm. Label default, label primary olsun. Klasımızın adı. Gəlirəm label primary. Bunun içərisində yazıram age 20. Misal üçün. Ondan sonra bizim burada hansı məlumat? City Delhi var. Deyək ki, bunu gəlirəm bura deyirəm City Delhi. Ondan sonra gəlirəm bura deyirəm ki, language Python.
Yəni deyirəm language ben deyirəm ki label primary deyirəm və bura deyirəm ki language olsun nə Python deyir. İndi bunun görüntüsünə baxsam mən belə bir görüntüsü var. Bu cardın belə bir görüntüsü var və mən bundan götürüb istifadə edə bilərəm. Belə bir şeyimiz var burada, görüntümüz var. Label niyə class düzgün götürmədi? Label default, label primary düz olaraq yazmadım bəlkə də adlarını əslində yazmışam. Label primary, hər neysə. Bunlar önəmli deyil, onlar sonraki məsələlərdir. Belə bir görüntüsü var bunun. Age və s. və s. Mən indi bunu artıracağım. Bu görüntünü artıracağım və hələ ki sadəcə şəklini dəyişdirəcəm. Sadəcə şəklini dəyişdirəcəm. Bu olsun məsələn 36. Baxaq. Belə bir 36 və ya 37 deyə şəkillərlə götürə bilərik. Random user. Yəni baxaq, random user photos'dan bizə dəqiqə get random images image links get random images random image bir dənə baxaq gördüm buradan bağlayaq məsələn random image'dir yəni şəkil random user image deyək random user images randomize 1 buradan götürdük amma bunlar balacadır niyə balacadır deyək random buradan deyək ki belə bir randomdır mail olsun bunların linklərini götürə bilərikmi yox neysə mən bir dənə user images deyə götürüb internetdən hər hansı bir userlər götürək buradan deyək gəlsin bura bunu götürək bunları mən şeydə də yerləşdirə bilərəm necə deyərlər bunu da eynisini bura yerləşdirək bunun içərisində sonradan dəyişdirərik qayda olaraq yerləşdirdik. Nəticə etibarilə belə bir görüntüm yaranır. Eləmi? Və bunları mən HTML-də yazıram gördüyünüz kimi. İndi bəs burada mən JavaScript ilə necə edə bilərəm ki, bu məlumat qaynağıma görə oradakı məlumatlar gəlsin, düşsün mənim HTML-imə. Yəni, əgər mən bunu edə bilsəm, bu mənim üçün JavaScript-in faydasını mən görəcəm burada. Yəni, əllə yazmaq yerinə dinamik olaraq mən bunu yerləşdirəcəm. Bunu eləmənin iki yanaşma tərzi var. Birincisi, diqqət edin, burada nə var? Container var, row var və gəlirəm mən bura deyirəm ki, bunun içərisində baxıram ki, mən burada nəyi təkrarlayıram? Baxın. Sanki burada bir dənə şablon eynidir, sadəcə məlumatlar dəyişir. Fikir verin, şablon eynidir. Məlumatlar dəyişir. Birinci, ən çox istifadə olunan metod nədir? Bizə, mən template ilə işləyəm. Buna JavaScript-də biz necə ki, template literals geçmişdik yadınızdadsa. Yəni, let string, str bərabərdir. Tərs dırnaqla yazırdıq. Hansı ki, bunun içərisində mən dəyişənlər yerləşdirə bilirdim. İndi mən bunu eləmək üçün nə edəcəm? Baxacam ki, məntiq olaraq fikirləşirəm ki, əgər mən burada sadəcə şablonun eyni qalıb məlumatların dəyişməsini istəyirəmsə, onda belə bir yanaşma eləyəcəm. Baxın, burada iki dənədir. Eynisidir, sadəcə dəyişən nədir? Məlumatlar. Mən onda nə edəcəm? Götürəcəm bunu. Burada, baxın, bu hissəni, şablonu kəsəcəm. Gələcəm bura, deyəcəm ki, let user theme deyim. Gələcəm bura, deyəcəm ki, bərabərdir. Bu, mənim HTML-də yazdığım bu şablonu bura tətbiq edəcəm. Okey? Hələ ki, bunu tətbiq edəcəm.
Yəni elə bir ki, HTML-in eynisini kopyaladım bura. İndi mənə lazımdır bunu çoxaldım. Və çoxaltmaqdan da əlavə mən istəyirəm ki, buradakı məlumatları buradan götürsün. Məsələn, bu şəkli buradan götürsün. Ondan sonra age-i buradan götürsün. Ondan sonra city-ni də buradan götürsün. Bunu eləmək üçün, baxın, bu template literal istifadə edim. Mən bunun yerinə dəyişən yaza bilərəm. Düzdürmü? Baxın. Gəlirəm, bunun yerinə dəyişən yaza bilərəm. Bunun yerinə dəyişən yazaraq nə eləyə bilərəm? Bunu da eləmək üçün nə eləmək lazımdır? Dollar qoyuram. Hətta bunu belə eləyə bilərsiniz. Gəlirəm, dollar qoyuram. Mötərizəmi açıram. Bu JavaScript-də mənə icazə verir ki, mən bunun içərisində dəyişən yerləşdirə bilim. Ona görə gələcəm. Mənə nə lazımdır? Bura şəkli yerləşdirmək lazımdır. Şəklə ulaşmaq üçün JavaScript-nə? Deyəcəm ki, students-in içərisindəki, eləmi? Neçinci elementdir bu? Məsələn, 0-cı element. Baxın, bu mənim 0-cı elementimdir. Array-in içərisində. 0-cı elementimin nəyi? Image. Ondan sonra eynisini də götürürəm buradan. Gəlirəm bura. Deyirəm ki, bunun age bura adını qoyacaq. Yaşını qoyacaq. Age, bura city. City. Və burada nə qoyacaq? Nə yerləşdirəcək? Yerləşdirəcək. Bura language. Bunu yerləşdiririk. İndi mən burada bir şey hazırladım. JavaScript-də bir görüntü hazırladım. Amma mən bunun hal-hazırda deyək ki, buradan silsəm, buradan artıq bu mənə lazım. Mən hər şey JavaScript ilə generate eləmək istəyirəmsə, mən bunu sildim. Görüntümdə hər hansı bir şey yoxdur. Düzdürmü? Mən indi nə etməliyəm? Mən nə etmək istəyirəm? Gətirib bu row-un içərisinə, bu şablonun içərisinə bunu yerləşdirmək istəyirəm. Bunu yerləşdirmək üçün də hər hansı bir elementin içərisinə nəsə yerləşdirmək üçün metodlar var. Yerləşdirmək üçün metodlar var. O da nədir? Məsələn, mən gəlsəm bura, desəm ki, məsələn, users, hətta belə deyək, bunun içərisində gələk bura deyək, buna users deyək, məsələn, users klası verdim. Deyirəm ki, mən burada gəlib seçirəm bunu, fikir verin. Deyirəm ki, let users bərabərdir, document, keçən dəfə öyrəndiyimiz mövzulardan query selectorla seçirəm. Nəyi seçirəm? Users-ı seçirəm. Users elementini tapdım. Bunu da yoxlayıram ki, həqiqətən düz tapmışam mı? Bunu yoxlamaq üçün mütləq şəkildə yoxluyum. Users yazdım. Gördüyünüz kimi o elementi mən tapmış oldum. Yəni düzgün seçmişəm. Bundan əmin olaram ki, mən elementi düzgün seçmişəm ya seçməmişəm. İndi mən nə etmək istəyirəm? Bu elementin içərisinə, o HTML elementin içərisinə nəsə yazmaq istəyirəm. Bunu yazmağın iki yolu var. Birincisi, usersa deyirəm ki, nöqtə inner HTML, bu xüsusi bir property'dir. Bura deyirəm ki, salam. Bunu yazdığım zaman avtomatik olaraq bunun içərisinə salam yazır. Yəni, nəyin içərisinə yazdı? Diqqət edin burada. Baxın, hansı elementi seçmişəmsə, verin. Hansı elementi seçmişdim? Users. Users'ın içərisinə salam yazdırdı. Yəni, mən bunun içərisinə istənilən şeyi yaza bilərəm. Hətta bura, baxın, HTML taglərini də yaza bilərəm. Baxın, HTML user bir yazdım. Baxın, H1 tagini yazdım. Bu mənim üçün bunu H1 elədi. Fikir verin. H1 elədi. Bu nə deməkdir? Mən bu şeyin içərisinə, inner HTML'in içərisinə nə yazsam, bunu tətbiq eləyəcək nəyin içərisinə? HTML-in içərisinə. Dolayısıyla mən bunun yerinə gəlirəm. Burada necə ki hazırlamamışdım. Baxın. Bunu gətirib burada deyirəm ki, bu bura yerləşsin. Bərabər edirəm buna. Ki verin, avtomatik olaraq gətirdi, bu məlumatları yerləşdirdi bunun içərisinə. Mən sabah bunu gətirib, burada 0 gördüyüm yerə sadəcə 1 yazsam, ki verin. Pardon. 1 yazsam, məlumatlar dəyişəcək. Fikir verirsiniz? Yəni, mən artıq HTML-də heç nə yazmadan bunu əlavə edə bilirəm. İndi ikinci dəfə istəyirəm ki, məsələn, mən bunu hazırladım. Bu 0 üçündür. İkinci bir elementi əlavə eləmək istəyirəm. Deyirəm ki, bu user 1-dir. User 1. Eləmi? Bir dənə də user 2 hazırlayıram. Burada.
Gəlirəm deyirəm user 2. Gəlirəm bura deyirəm bu 1 olsun. 1, 1 və burada 1. İndi mən istəyirəm ki, bunların ikisi görünsün. Tək bir dənəsi yox. Baxın. Bu bir dənəni göstərir. Gəldi bir dənə. Mən indi istəyirəm ikincisini də göstərsin. Onda eləyəcəyim nədir? Deyəcəm ki, plus bərabərdir. Bu nə idi bizim JavaScript-də? Əlavə eləməkdir. Plus bərabərdir 102 deyəndə tak bunu da gətirəcək bunun yanına. Eyni şəkildə mən bunu artıra bilərəm. İndi əgər məndə bu istifadəçi sayı burada çoxdursa, 3-dür, 4-dür, 5-dir, 10-dur. Bunu istənilən qədər ola bilər. Mən bunu daha dinamik eləmək üçün nədən istifadə edə bilərəm? Baxın, burada dəyişən şey nədir? Baxın, 0, 1. Başqa heç nə dəyişmir. Onda mən bunu loopla eləyə bilərəm. Deyə bilərəm ki, for let i0 bərabər 0-dan nəyə qədər geçsin? Bunun içərisinə qədər geçsin və deyirəm ki, bunu yaratsın hər dəfə. Let user verin. User'ı yarattı. Və burada artıq mən nə yazacağım? Çünki dəyişən dəyərlər i'dir. Bunun yerinə i yazacağım. i'ni yazdım. Ondan sonra nə edəcəm? Let user, buna ters dırnaq yazaq bir dənə. Və ondan sonra for harda bağlanır bizdə? For'u düzgün bağlayaq. For'u düzgün bağlamadıq. Buradan. Bunu biraz səliqəli yazaq ki, anlaşılan olsun. Bu şəkildə. Bunu da belə yazaq. Və indi nə etməliyəm? Mən hər dəfə bu yaradılan şeyi, mən burada nə etmişəm? Plus bərabər eləmişəm. Gəlirəm bura, deyirəm ki, bunu seçim. Bu burada qalsın. Ondan sonra burada gələcəm forun içərisində deyəcəm ki, users inner HTML plus bərabərdir user. Bu nə edəcək? Hər dəfə məlumatları alacaq. Bu artıq lazım deyil mənə. Hər dəfə məlumatları alacaq buradan. O məlumatlara görə bir dənə şablon yaradacaq və onu HTML-in içərisinə tətbiq edəcək. Gördüyünüz kimi baxaq. Tak gətirdi bura. 3 dənə gətirdi. İndi bunun müsbət tərəfi nədir? Baxın, mən burada HTML yazmadım. Bir dənə şablonu götürdüm, çoxaltdım. Düzdürmü? Və indi mən bunu artıq dinamik edə bilərəm. Mən burada, baxın, istifadəçi sayımı artırıram. Baxın, name Ravi olsun, age 23 olsun, city Bangalore olsun, language C++, image də burada olsun. Məsələn, 34 yox, 33 olsun. Məsələn, bu 33 olsun. Bunu götürüm 32 eləyim. Buradan bir dənə də image-i yerləşdirim. Image olaraq yerləşdirim. Bura. Bunu yerləşdirdim. Baxın, mən data qaynağını dəyişdirdim. HTML-də heç nə eləmirəm. Fikir verirsinizsə. Hələ ki. HTML-də hər hansı bir şey eləməmişim. Sadəcə JavaScript-də datanın qaynağını dəyişdirdim. Artırdım. Tak. Gəldi bura. Bu artıq mənim üçün şərait yaradır ki, bu mənim üçün, baxın, mən JavaScript-də bu qədər kod yazmışam. Sadəcə bunu dəyişdirməklə mən işimi asanlaşdıra bilirəm. Və bu mənim üçün nə generate edir? Fikir verin. JavaScript mənim üçün nə generate edir? Baxın. Bunun içərisində o divləri avtomatik yaratdı və onun içərisində məlumatları da özü tətbiq elədi. JavaScript-in ilk bizə gətirəcəyi müsbətlərdən biri də budur. Yəni ki, bir işi dinamikləşdirmək. Yəni, mən burada bunu azaltsam, artıq bu şəkilləri dəyişdirmək, artırmaq, azaltmaq mənim əlimdə. Sadəcə buranı dəyişdirirəm, başqa heç nə eləmirəm, tak, burada yaranmış olur. Və mən bunu artırıram. Bundan məsələn 10 dənə eləsəm, fərqi yoxdur. Tak, eynisindən 10 dənə eləyim, sonra dəyişdirərəm. Verin, bu avtomatik olaraq bu şəkildə mənim üçün eləyir. Bu, əslində, HTML-i JavaScript vasitəsilə manipulyasiya eləmənin ilkin ən bəsit yolu. Yəni, burada biz əslində məntiqimizi işlədərək işimizi asanlaşdırırıq. Yəni, JavaScript-dəki proqramlaşdırma məntiqini mən öz işimi rahatlaşdırmaq üçün istifadə edirəm. Yəni, şablonu götürürəm, onu tətbiq edirəm.
İndi ikinci variantda artıq bundan sonraki dərslərdə biz bu məsələləri daha necə inkişaf etdirə bilərik, daha optimal yaza bilərik, daha funksional yaza bilərik, onlar haqqında danışacağıq. Burada gördüyünüz kimi istifadə etdiyimiz metodlar, JavaScript metodları cəmi cümlətən 2 dənə JavaScript metodundan istifadə edirik. Amma məntiqimizi düzgün qurduğumuz zaman, məsələn, mən burada JavaScriptdə məntiqimizi düzgün qurduğumuz zaman ortaya maraqlı işlər çıxır. Dolayısıyla bizim əslində JavaScript'i öyrənəndə əsas diqqət edəcəyimiz məqam bu olmalıdır. Yəni, mən necə useful bir nəticə çıxarda bilərəm. Yəni, faydalı bir nəticə çıxara bilərəm ortaya. Bunun haqqında danışmaq lazımdır. Bunun haqqında fikirləşmək lazımdır. Ona görə, indi məsələn, baxın, burada mən nədən istifadə etmişəm? Arraylər mövzusundan istifadə etmişəm. Əgər mənim arraylər mövzusunda əksiyim varsa, gedim onu araşdıracağım. Ondan sonra mən burada query selector metodundan istifadə edim. Query selectordan istifadə edim və inner HTML propertiesindən istifadə edim. Başqa işlərdən istifadə, bir də JavaScript'in forundan istifadə edir. 3-4 mövzu ilə mən ortaya işə yarayan bir nəticə çıxara bilirəm. Və hər dərsdə bundan sonra biz bu şəkildə qabağımıza bir dənə problem qoyub və o problem üzərində mən JavaScript'də nələri öyrənəcəm, nələri biləcəm, onlar haqqında danışacaq. Əsas proqram yazma məntiqimizi inkişaf elətdirəcək inşallah. Belə, bugünkü dərs bu qədər. Növbəti dərsdə görüşənə qədər.